həftə ən yadda qalan hadisələrdən biri də Amerika Birləşmiş Ştatlarında başlayan etiraz aksiyaları oldu. Belə ki, iyunun 6-da Kaliforniya ştatında Los Angelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanılmasına start veriləndən sonra azı 44 nəfər miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq həbs edildi. Hüquq mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə etiraz aksiyaları başladı. Bəs bu aksiyaların nəticəsi nə ola bilər? Kaliforniyanın müstəqilliyi yenidən gündəmə gələ, həmçinin Prezident Donald Trumpa qarşı impeachment başlaya bilərmi? Mərahim Nəsib mövzunu yerli və xarici ekspertlərlə araşdırıb gəlin izləyək. Həbslərə qarşı etirazlar daha da kəskinləşəndən sonra Trump etirazları yatırmaq məqsədi ilə Los Angelesə əlavə 2000 milli qvardiya əskəri və 700 hərbi dəniz piyadası hərbçisinin göndərilməsini təsdiqləyib. Trump hətta 1807-ci ildə imzalanan üsyan aktından da istifadə etməyə hazır olduğunu bildirib. Bu akt ABŞ prezidentinə federal hökumətə qarşı silahlı üsyanı yatırması üçün Birləşmiş Ştatların ordusuna səlahiyyət verməsini təsdiqləyən federal qanundur. Kaliforniyanın yerli hüquq mühafizə orqanları ABŞ federal hökumətinə immiqrantların tutulmasını və deportasiyasını qadağan edən qanun qəbul edib. Lakin ABŞ konstitusiyasına əsasən əksər hallarda federal qanun yerli qanunlardan üstün sayılır. Yəni əgər federal qanun deyirsə ki, qeyri-qanuni immiqrantlar həbs edilməli və deportasiya olunmalıdır, ştatın daxili qanunu ilə bu prosesi dayandırmaq mümkün deyil. Trump administrasiyası da bildirir ki, Kaliforniya ştatı və Los Angeles rəhbərliyi federal qanunu yerinə yetirməkdən imtina edir və bu qanunsuzdur. Yəni əgər bir bölgə ABŞ qanunlarını icra etmirsə, o zaman federal hökumət hərbiçilərlə də olsa qanunun icrasını özü təmin etməlidir. Bütün bunlar isə ABŞ-də çox təhlükəli bir president yarada bilər. İndiki bu gərginlik düşünürəm ki, müvəqqəti gərginlikdir. Biz tez bir zamanda sərt tədbirlər görülmüş olsa belə orada müəyyən sakitliyə nail olunmasını şahidlik eləyəcəyik və üstəgəl bu prosesdə respublikaçıların nüfuzunun zədələndiyi kimi mütləq şəkildə demokratlar da müəyyən mənada itirmiş olacaqlar. Nəticə etibarilə düşünürəm ki, son mərhələdə Trump istəyinə nail olacaq. Çünki Trumpın bu günləri geri çəkilməsi faktiki olaraq özünün elan etdiyi yola və prinsiplərə ziddir. Bu hadisələrdən sonra Kaliforniya qubernatoru Gavin Newsom Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpa, Pentagona, həmçinin müdafiə naziri Pete Hegsethə qarşı məhkəmə iddiası qaldırıb. Bununla yanaşı Kaliforniyanın baş prokuroru Rob Bonta da prezidentin ştat qubernatorunun razılığı olmadan ordu yeritməsini birmənalı qarşılamayıb. Los Angelesin meri Karen Bass da əyalətə federal müdaxilənin yol verilməz olduğunu bildirib. Bütün bunlar isə Kaliforniyanın ABŞ-dən ayrılması ilə bağlı məsələni yenidən gündəmə gətirib. Bu istiqamətdə Kaliforniyanın Birləşmiş Ştatlardan ayrılması fikrini dəstəkləyən və 2016-cı ildən etibarən gündəmə gələn California Exit, yəni Kaliforniyanın çıxış hərəkatı da aktivləşə bilər. Vəziyyəti sakitləşdirməyə əvəzinə hərbi üsulla cavab tədbiri mövcud gərginliyi daha da artırıb, geniş miqyaslı ictimai narazılığa səbəb olub və hakimiyyətlə yerli qurumlar arasında yaranmış uçurumu dərinləşdirib. Qubernator Gavin Newsomun rəhbərlik etdiyi Kaliforniyanın etirazı isə təkcə bölgəyə qoşunların yerləşdirilməsinə görə deyil. Bu, eyni zamanda ölkə daxilində artan narazılıqlara dəstəkdir. Bu isə ölkənin siyasi mənzərəsi üçün çox ciddi risklər yarada bilər. Trumpın bu hadisələri üçüncü qüvvələrin törətməsi barədə iddiaları daha çox məsuliyyəti öz üzərindən atmaq bir məqsədi daşıyır. Onu da nəzərə almaq lazımdır ki, qarşıda 2026-cı ildə ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək və belə bir vəziyyətdə Trump administrasiyasına qarşı bu aksiyaların başlanması heç də ABŞ hakimiyyətinin xeyrinə deyil. Qeyd edək ki, hər hansı ştatın Birləşmiş Ştatlardan ayrılmasına ölkənin konstitusiyası icazə vermir. Əksinə, 1869-cu ildə ABŞ Ali Məhkəməsi qarşısında müzakirə edilən Texas OAT-ə qarşı işinə görə bir ştatın özbaşına Birləşmiş Ştatlardan ayrılması qanunsuzdur. Yəni, konstitusiyaya görə ayrılma yalnız bütün ştatların və ya Konqresin razılığı ilə baş verə bilər. Əks halda özünü idarə tələb edən ştat Birləşmiş Ştatlar hökumətinin müqaviməti ilə üzləşə bilər.
protesters are in the minority, but they Təbii ki, baş verənlərin nəticəsi Amerika Birləşmiş Ştatları siyasəti üçün ciddi ola bilər. Necə ki, artıq digər şəhərlərdə də bu tip etirazların baş verdiyi müşahidə olunur. Prezident Trump və Müdafiə naziri Pete Hegseth digər şəhərlərə də federal nəzarətli hərbi qüvvələr göndərilə biləcəyini bildiriblər. Əgər bu baş verərsə, Amerika Birləşmiş Ştatları yeni bir siyasi mərhələyə daxil olacaq. in enforcing the U.S. Digər tərəfdən Kaliforniya ABŞ iqtisadiyyatının ən böyük və ən qüvvətli ştatlarından biridir. Onun iqtisadi gücü yüksək texnologiya, kənd təsərrüfatı, turizm və maliyyə sektoru kimi bir sıra səmərəli sahələrə söykənir. Yəni Kaliforniya ABŞ iqtisadiyyatının əsas lokomotivlərindən biridir və ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Bu səbəbdən onu itirmək Birləşmiş Ştatlar üçün çox ciddi zərbə olar. Amerika'nın önümüzdeki 10 yıl içerisinde bazı eyaletlerinin bağımsızlıklarını görme imkanı muhtemel görülmektedir. Ve herhangi bir eyaletin, özellikle Texas ve Kaliforniya gibi eyaletlerin bağımsızlığı gerçekleşirse bu çorap söküğü gibi diğer eyaletlere de sirayet edeceği muhakkaktır. Çünkü ekonomik olarak zengin eyaletlerin ayrılması fakir eyaletlerin dağılma sürecini hızlandıracaktır. Məsələnin digər tərəfi isə Trump'ın imici ilə bağlıdır. Çünki Kaliforniya kimi böyük və təsirli ştatlarda sosial ədalət və miqrasiya hüquqları siyasəti ilə bağlı gərginliklər onun imicinə zərbə vura, bu da onun impeachmentinə qədər gətirib çıxara bilər. Bəs bu nə qədər realdır? Donald Trump iç kamuoyunda yakın zamanda bu karışıklıkları çözemezse bir başkan değişikliği söz konusu olur mu şu anda söylemek için erken, ama Donald Trump göreve gelmesinin üzerinden 6 ay gibi bir süre geçmesine rağmen en başarısız başkan profili çizdiği görülmektedir. Böyle devam ederse halkın yoğun baskılarıyla Donald Trump'ın istifası söz konusu olur mu sorusu henüz karşılık bulması için erken olduğu söylenebilir. Kaliforniya artıq sadəcə üsyan edən bir ştat deyil, həm də qanunun aliliyinin qorunduğu sınaq meydanıdır. Gubernator Gavin Newsom'un təslim olmaması onu və müttəfiqlərini təkcə ştatın müdafiəçiləri deyil, həm də daha böyük bir demokratik mübarizənin əsas fiqurları kimi ortaya çıxarır. Onun bu böhrana yanaşması 2028-ci il prezident seçkilərinin nəticələrinə də ciddi təsir göstərə bilər. Siyasi hesablamalara əsasən deyə bilərik ki, Kaliforniyada baş verən etirazlar ABŞ-nin daxili təhlükəsizlik siyasətində mühüm dönüş nöqtəsi ola bilər. Hadisələrin gedişatı isə yalnız Kaliforniya və Trumpla məhdudlaşmır. Bu bütövlükdə Amerikanın gələcək siyasətinin formalaşmasına belə təsir göstərə bilər. Yəni bu hadisə ya gələcək prezidentlər üçün də güc nümunəsindən istifadəni gündəliyə gətirə, ya da etiraz siyasətinə yeni zəmin yarada bilər. Həm əhali arasında administrasiyaya qarşı etimadsızlığın şahidi oluruq, həm də ki, yerli hakimiyyət orqanları ilə, ştatların rəhbərləri ilə deməli Trump administrasiyası arasında fikir ayrılığı yaranıb və bu da onunla nəticələnir ki, gələcəkdə ABŞ-ın siyasi palitrasında biz təmiz fərqli vəziyyətin yaranmasının şahidi ola bilərik. Bugün hər nə qədər Kaliforniyanın müstəqilliyi ilə bağlı məsələlər ortaya çıxsa da ki, burada da belə deyək, bunun əsası da var. Çünki Kaliforniya faktiki olaraq 1848-ci ildə ilhaq olunubdur. Meksika, Amerika Birləşmiş Ştatları, Amerika müharibəsinin nəticəsində ilhaq olunan ştatdır və iqtisadi gücü, potensialı da bu cür ideyaların ortaya çıxmasına imkan yaradır. Yəni müstəqillik ideyalarının. Amma məsələ burasındadır ki, bu günləri Kaliforniya hər nə qədər iqtisadi cəhətdən güclü olsa da, onun müstəqillik ideyalarından çıxış etməsi nəticədə hər hansı bir müsbət Kaliforniya üçün nəticə gətirib çıxarmayacaq. Bir sözlə, Kaliforniya hadisələri Amerika Birləşmiş Ştatlarının siyasətində yalnız bir böhran deyil, həm də etiraz hüququ və federal gücün sərhədləri üzərində yeni cığır açır. Bu hadisənin özünü hansı formada inkişaf etdirəcəyini isə gələcək göstərəcək. Daha dəqiq desək, hər şey cəmiyyətin reaksiyasından asılı olacaq. Mərahim Nəsib, xüsusi olaraq Diqqət efir üçün.